Mən belə bir sual var. Qaynataya ata, qaynanaya da ana demək icazəlidirmi? Elhamdülillah. Deməli, qaynanaya və qaynataya demək ana ya ata. Bu qayıdır adət-ənəyə. Ümumən. Yəni icazəli deyil özünü başqa insana nisbət etmək. Yəni Peyğəmbər sallallahu buyurub ki, kim özünü başqa insana nisbət eləyərsə, yəni öz atasına yox, başqa qəbiləyə, başqa xalqa, başqa insana deyərsə yalandan ki, mən filan adamın oğluyam məsələn, nəticəsiyəm. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurub ki, Allahın lənəti, mələklərin lənəti üzərində olsun. Yəni bu böyük günahdır. Bunu etmək olmaz. Və lakin əgər adətdirsə və nə onu deyən, nə onu eşidən, nə cəmaət bunu belə başa düşmür. Yəni heç kim, xüsusən bu adətdir bizdə bəzi yerlərdə, kimsə ata deyirsə, heç kim belə başa düşmür ki, o öz atasını inkar edir, buna özünə ata götürüb, məsələn qaynatanı və yaxud da qaynananı. Yox. Bilirlər ki, bu sadəcə hörmət əlamətidir. Ona görə o problem yoxdur. Məsələn, hətta ərəblərdə, onlarda belə adət var ki, onlar qaynataya əmi deyirlər. Qaynataya əmi deyirlər. Qaynana isə bibi deyirlər. Məsələn. Hətta məsələn, mən olub ki, məsələn, bəzi orada qardaşlarla görüşürəm, məsələn, deyir, əmi deyirsə, əmimdir, deyir, yox, mənim qaynatamdır. Biz əmi deyirik belə. Və alimlər buyurublar ki, problem deyil əmi demək. Çünki sən onu nəzərdə tutmursan ki, o sənin atanın qardaşıdır. Sadəcə bu adətdir. Ona görə adət varsa və bunu başqa cür heç kim başa düşmür, heç kim bunu başa düşmür ki, sən inkar edirsən öz nəsilvi, onda olar, problem yoxdur. Allah da yaxşı.